Salam əziz həmkarlar. Biz bugün öyrənirik taksonomiya. Ümumilikcə fəaliyyət və onun növləri. Əvvəlcə bilməliyik ki, fəaliyyətin 3 növü var. Hansılardır? İdrac fəaliyyəti, yəni idrac sahəsi, affektiv, emosional sahə, bir də psixomotor sahə. İdrac sahəsi nədir? İdrac sahəsi dünyanın, ətraf aləmin və özünün dərk edilmə prosesidir. İntellektual və düşünmə bacarığını etiva edir. Yada salmaq, dərk etmək, qavramaq, həyatda keçirmək, müqayisə etmək, mühakimə yürütmək, əsaslandırmaq, qərarların qəbul edilməsi, müşahidələrdən nəticə çıxarmaq idrac fəaliyyəti hesab olunur. Bir növ idraki sahə baş ilə bağlıdır. Yəni, mövzunu xatırlayırsınız, anlayırsınız, tətbiq edirsiniz, təhlil edirsiniz, dəyərləndirirsiniz və yaradırsınız. Ümumilikcə, idrac sahəsinin özünün növləri var. Xatırlamaq mərhələsi, anlamaq, tətbiq etmək. Bu 3 mərhələ aşağı təfəkkür mərhələsi adlanır. Təhlil, dəyərləndirmək, yaratmaq. Bu da yuxarı təfəkkür mərhələsi adlanır. Yəni, aşağı təfəkkür mərhələsi hər kəsdə formalaşır, yuxarı təfəkkür səviyyəsinin mərhələsini formalaşdırmaq üçün nəsə cəhd etmək lazımdır. Və əlavə olaraq nəyi öyrənməliyik? İdrac sahəsinin əvvəlki versiyasını Benjamin Bloom tərəfindən verilmişdir. Burada 6 mərhələdən ibarət idi. Birinci mərhələ bilik, anlama, tətbiq, təhlil, sintez, dəyərləndirmə. Bu da aşağı təfəkkür səviyyəsi bilik, anlama, tətbiq, yuxarı təfəkkür səviyyəsi təhlil, sintez, dəyərləndirmə. Daha sonra 2001-ci ildə təkmilləşdirilmiş versiyasında isimlər feillərlə əvəz olundu. Məsələn, bilik xatırlamaqla, anlama anlamaqla, tətbiq tətbiq etməklə, təhlil təhlil etməklə və burada əvvəlki versiyada 5-ci yerdə sintez dururdu, 6-cı yerdə dəyərləndirmə. Yəni, əvvəlcə yaradıb sonra dəyərləndirirdilər. Amma indiki versiyasında, yəni təkmilləşdirilmiş versiyasında 5-ci yerdə dəyərləndirmədir, 6-cı yerdə yaratmaqdır. Və sintezin adı dəyişdi oldu yaratmaq, dəyərləndirmə də dəyərləndirmək. Yenə deyirəm, aşağı təfəkkür səviyyəsi xatırlamaq, anlamaq, tətbiq etmək, yuxarı təfəkkür səviyyəsi təhlil etmək, dəyərləndirmək, yaratmaq. Gəlin görək xatırlamaq mərhələsi nədir? Xatırlamaq mərhələsi informasiyanı xatırlaya və ya yada sala bilməkdir. Məlumatı tanıyıb müəyyənləşdirmə bilməkdir. Yəni, bir növ xatırlamaq mərhələsi əzbərçi bilik. Əzbərçi biliyi biz hansı biliyin növündə öyrəndik? Faktoloji. Yəni, xatırlamaq mərhələsi faktoloji biliyə əsaslanır. Və xatırlamaq mərhələsinin açar sözləri seçmək, müəyyənləşdirmək, tapmaq, adlandırmaq, tanımaq, yada salmaq, tərif vermək, sadalamaq, təkrarlamaq, sıralamaq, xatırlamaq. Məsələn, deyirəm ki, biliyin neçə növü var? Xatırlayıb deyəcəksiniz, olur xatırlama mərhələsi. Dövlət standartlarına nələr aiddir? Əzbərçi bilikdir. Xatırlayıb deyəcəksiniz, olur xatırlama mərhələsi. İsmin neçə halı var? Xatırlayıb deyəcəksiniz, olur xatırlamaq mərhələsi. Müxtəsər vurma düsturlarını sırala və ya sadala. Xatırlayıb deyəcəksiniz, olur xatırlamaq mərhələsi. Səfəvilər dövləti neçənci ildə yaranıb? Xatırlayıb deyəcəksiniz, olur xatırlamaq mərhələsi. Yəni, bir növ xatırlamaq mərhələsi əzbərçi biliklərdir, faktoloji biliyə əsaslanır. Bəs anlamaq mərhələsi nədir? Artıq mövzunu başa düşüb qavramalısınız. Anlamaq mərhələsi də konseptual biliklə əlaqəlidir. Konseptual. Əsasən, konseptual biliklə əlaqəlidir. Və anlamaq mərhələsində məlumatları müqayisə etməkdir, uyğunlaşdırmaqdır, ümumiləşdirməkdir. Məsələn, məlumatları interpretasiya etmək, məlumatlardan xüsusi nümunələr gətirmək, xüsusi nümunələri bir konsept altında birləşdirə bilmək,
oxuduğunu, dinlədiyini ümumiləşdirə bilmək. Yəni bir növ anlamaq mərhələsində başa düşüb anlamalısınız. Öz sözlərinizlə izah etməlisiniz. Məsələn, açar söz interpretasiya etməkdir, nümunələr gətirməkdir, ümumiləşdirməkdir, təsnif etməkdir, nəticə çıxarmaqdır, müqayisə etməkdir, izah etməkdir, qruplaşdırmaq, müəyyənləşdirmək, öz sözləri ilə demək. Yəni, öz sözlərinizlə izah verməlisiniz. Konseptual biliyə əsaslanır. Məsələn, isimlə sifəti müqayisə edərək fərqli cəhətlərini müəyyənləşdir. Siz mövzunu başa düşüb anlamalısınız ki, onun fərqli cəhətlərini müəyyənləşdirə biləsiniz. Dairənin sahəsi üçün istifadə olunan riyazi düsturu öz sözlərindən istifadə edərək izah et. Biri deyirəm, sahənin düsturu nədir? Onu yadına salıb xatırlayıb deyirsənsə, bu xatırlamaqdır. Amma öz sözlərinlə izah et deyirəmsə, bu olur anlamaq. Artıq başa düşməlisən ki, sən bunu anlayasan. Hekayəni öz sözlərinlə danış, başa düşməlisən ki, danışa biləsən. Şuşanın azad olunma prosesini izah et. Sən mövzunu başa düşüb anlamalısan ki, bunu da öz sözlərinlə izah edə biləsən. Daha sonra gəlir tətbiq etmək. Tətbiq etmək tapşırığın icrası üçün prosedurları yerinə yetirə bilməkdir, öyrənmənin həyata keçirə bilməkdir. Tətbiq etməkdə icra etmək, yerinə yetirmək, həyata keçirmək, səhnələşdirmək, istifadə etmək, şəkillərlə ifadə etmək, həll etmək, eksiz çəkmək, cədvəl tərtib etmək, sınaqdan keçirmək. Tətbiq etmək də prosedural biliklə əlaqəlidir, yəni prosedural biliyə əsaslanır və burada əsasən bir prosesdə olursunuz. Məsələn, verilmiş sözləri cümlənin azaltma dərəcəsində işlət. Deməli, bu olur tətbiq etmək. Verilmiş düsturdan istifadə edərək məsələni həll et. Düsturu xatırla. Yəni, verilmiş, mən deyirəm ki, məsələn, təcilin düsturunu de. Bu olur xatırlamaq. Təcilin düsturunu öz sözlərinlə izah et. Bu olur anlamaq. Təcilin düsturuna əsasən məsələni həll et. Bu artıq olur tətbiq etmək. Daha sonra gəlir təhlil etmək mərhələsi. Bu da konseptual biliklə əlaqələnir. Təhlil etmə mərhələsində uyğun olan və olmayan, vacib olan və olmayan hissələri biri-birindən fərqləndirmək, verilmiş materiallarda müəllifin mövqeyini müəyyənləşdirə bilmək. Burada da açar söz fərqləndirmək, ayırd etmək, qruplaşdırmaq, müqayisə etmək, müəllifin mövqeyini müəyyənləşdirmək, tutuşdurmaq, yoxlamaq, sual altına qoymaq. Ümumilikcə, məsələn, deyirəm ki, isimlə sifəti müqayisə et. Bu olur anlamaq mərhələsi. Siz başa düşməlisiniz ki, bunları müqayisə edəsiniz. Biri də var deyir ki, isimlə sifəti müqayisə et, içərisindən mövzuya uyğun, ən uyğununu tap. Artıq bu olur təhlil etmə mərhələsi, ən uyğununu tapırsan. Və ya deyir ki, ismin məsələn xüsusiyyətlərini sadala. Bu olur xatırlamaq mərhələsi. Biri də var deyir ki, ismin vacib xüsusiyyətlərini cümlə içərisində tap. Bu artıq olur təhlil etmə mərhələsi. Cümlə içərisində tapmaq üçün siz onu təhlil etməlisiniz. Daha sonra gəlir dəyərləndirmə mərhələsi. Bu metakognitiv biliklə əlaqəlidir. Ümumilikcə əldə olunan məhsul, ideya, nəticənin uyğunluğunu, məntiqli əsaslığını yoxlaya bilmək, meyarlara əsasən mühakimə yürütmək, müəyyən mövqeyi yaxud da qərarlı, əsaslı şəkildə dəyərləndirmə bilmək. Burada açar söz qiymətləndirmək, yoxlamaq, mühakimə etmək, dəyərləndirmək, müdafiə etmək, qərara gəlmək. Məsələn, öyrənmək üçün hansı strategiyalardan istifadə edirsən, mövzunu necə yadında saxlayırsan, strateji biliklər, idraç tapşırıqları, bunlar hamısı dəyərləndirmə mərhələsinə uyğundur. Sonra gəlir yaratmaq mərhələsi. Yeni bir məhsul, yeni bir ideya yaradırsan, əşyalardan müxtəlif nöqteyi nəzərdən baxırsan, müxtəlif nöqteyi nəzərdən istifadə edirsən, qeyri-standart yanaşma nümayiş etdirirsən, alternativ həll yolları, yeni həll yolları tapırsan. Burada da açar söz quraşdırmaq, irəli sürmək, qurmaq, yaratmaq, dizayn etmək, formülə etmək, tərtib etmək, birləşdirmək, icad etmək. Məsələn, biri var olanı yaradasan, bu olur tətbiq mərhələsi. Biri də var tamamilə yenilik yaradırsan, bu artıq olur yaratmaq mərhələsi. Məsələn, var olan nədir? Tutalım, qız qalası var, onun maketini hazırlayırsan. Bu tətbiqdir, var.
Amma nə isə yenilik yaradırsansa, artıq bu olur yaratmaq mərhələsi. Və burada nələri bilməliyik? Diqqətlə yadımızda saxlayırıq. Ümumilikcə dedik ki, faktoloji bilik əsasən xatırlamaq mərhələsinə əsaslanır. Yəni xatırlamaq mərhələsi faktoloji biliklə əlaqələnir. Konseptual bilik anlamaq mərhələsi və təhlil etmə mərhələsi ilə əlaqələnir. Prosedural bilik əsasən tətbiq etmək mərhələsi ilə yaratmaq mərhələsi ilə əlaqələnir. Metakognitiv bilikdə dəyərləndirmək mərhələsi ilə əlaqələnir. Və yadınızda saxlayırsınız, tənqidi təfəkkür, üstəgələk dəyərləndirmək mərhələsi, üstəgələk metakognitiv bilik, bunlar hamısı biri-biri ilə əlaqəlidir və debat üsulu. Bu dörtlünü yadınızda saxlayın. Və əlavə olaraq aşağı təfəkkür səviyyəsi oldu. Xatırlamaq, anlamaq, tətbiq etmək, yuxarı təfəkkür səviyyəsi təhlil etmək, dəyərləndirmək, yaratmaq. Qısaca yadınızda saxlayın. Əzbərçi biliklər, yəni mən əzbərləmişəmsə, əzbərçi biliklər olur xatırlamaq mərhələsi. Başa düşmüşəmsə öz sözlərimlə izah edəcəm. Bu olur anlama mərhələsi. Hər hansı bir məsələdə, misalda, həyatda bu öyrəndiklərimi həyata keçirirəmsə, bu olur tətbiq etmək mərhələsi. Ən vacibini, ən uyğununu seçirəmsə, bu təhlil etmə mərhələsidir. Özünə aid olanları müəyyənləşdirə bilirsə, bu dəyərləndirmədir. Tamamilə yeni məhsul yaradırsa, bu artıq olur yaratmaq mərhələsi. Daha sonra bu hissəni bildik. İndi emosional affektiv sahə. Emosional affektiv sahə nədir? Ümumilikcə emosional sahə özü. Məsələn, burada artıq emosional sahədə özünün 5 mərhələsi var. Cavab vermə, birinci mərhələ qəbul etmə. Sonra cavab vermə, dəyərləndirmə, təşkil etmə, bir də xarakterizə etmə. Ümumilikcə emosional sahə hisslərlə əlaqəlidir, hisslərlə yadınızda saxlayın. Birinci qəbul etmə mərhələsi nədir? Qəbul etmə mərhələsi qarşında danışan şəxsi diqqətlə, həvəslə dinləyir. Məsələn, müəllim dərs izah edir. Müəllimin dərsini izah edərkən şagirdin müəllimi diqqətlə dinləməyi, onunla özü üçün qeydlər götürməyi bu qəbul etmə mərhələsidir. Artıq müəllimin şagirdlərə sual verməyi, şagirdlərin sual-cavabda iştirak etməyi bu olur cavab vermə mərhələsi. Cavab vermə də yazılı ola bilər, bir də şifahi ola bilər. Məsələn, müəllim dərsi izah edəndən sonra şagirdlərə sual verir. Şagirdlər bunu şifahi şəkildə cavablayırlarsa, bu olur cavab vermə. Yox, şagirdlərə tapşırıqlar yazdırırsa, test yazdırırsa, bu artıq yazılı cavab vermədir. Bəs dəyərləndirmə nədir? Bu dəyərləndirmə artıq emosional sahə hisslərlə əlaqəli olduğu üçün bu dəyərləndirmədə ətraf mühitə dəyər verirəm. Yəni, ətrafımdakı insanlara dəyər verirəm. Baxın, idrak taksonomiyasının dəyərləndirilməsində özümüzə aid idi, özümüzə dəyər verirdik. Amma emosional taksonomiyada ətraf mühitimizə dəyər veririk. Artıq hisslərlə əlaqəlidir də, hisslərlə əlaqəli olduğu üçün ətrafıma dəyər verirəm. Bəs təşkil etmə nədir? Bu özümüzə aiddir. Məsələn, özümüzün mənfi tərəflərimiz, müsbət tərəflərimiz, öyrənmə strategiyalarımız bu artıq təşkil etmə mərhələsindədir. Xarakterizə etməsində də insan hansı xarakteri ilə tanınırsa, o onun xarakterinə çevrilir. Məsələn, deyir ki, filan kəs yalan danışan adamdır. Artıq yalan onun xarakterinə çevrilib və ya əli açıq insandır, hamıya yaxşılıq edir. Yəni, hansı xüsusiyyətinə görə tanınırsa, o onun xarakterinə çevrilir. Bu da olur xarakterizə etmə. Daha sonra gəlir prosedural sahə. Bu hərəkətlərlə bağlıdır. Bunun da 5 növü var. İmitasiya, manipulyasiya, dəqiqlik, artikulyasiya, təbiiləşmə. Gördüyünü təkrar edirsə, bu imitasiyadır. Məsələn, YouTube-a rəqs hərəkətinə baxır və ya müəllimin əl hərəkətlərinə, idman hərəkətlərinə baxır, onu təkrarlayır. Bu imitasiyadır. Yazılı və şifahi şəkildə şifahi təlimata əsasən edirsə, bu manipulyasiyadır. Məsələn, evə hər hansı bir əşya alıb, onu quraşdırmaq istəyir. Bu zaman içərisində olan təlimata əsasən edir. Bu olur manipulyasiya. Dəqiqlik nədir? Tək başına edir, yəni sınaqdan keçirir. Dəqiq eləmək üçün dəqiq eləmir. Sadəcə eləmək üçün sınaqdan keçirir. Uğursuz da ola bilər, amma bunu dəqiq eləmək üçün sınaqdan keçirəcək.
Artikulyasiya nədir? Artikulyasiyada hər hansı bir yaradıcılıq var, yadınızda saxlayın. Məsələn, rollu oyunlar hazırlamaq, simulyasiya hazırlamaq, hər hansı bir videoçaq hazırlamaq, bu olur artikulyasiya. Bəs təbiiləşmə nədir? Tez edir, qısa zamanda edir. Burada açar söz tez və qısa zaman sözlərindən istifadə olunur. Məsələn, deyir ki, Leyla 1 dəqiqədə 5 düymə tikir. Artıq zamanı verib. Leyla üçün bu təbii bir hala çevrilib. Bu da olur təbiiləşmə mərhələsi.